İlkin mərhələ olaraq ahik.az saytından qeydiyyatdan keçmişik və müraciətimiz təsdiqlənəndən sonra təhsil istirahət mərkəzinə yollandıq. Bizi burada gözəl personal qarşıladı. Güləriz personal, işçilər hamısı öz yerində. Daha sonra bizi qeydiyyat mərhələsində kimliyimizi təsdiqləyəndən sonra otağımıza yolladılar və orada da otaqlarımız çox səliqəli, çox təmiz, hər bir şərait düşünülübdür. Daha sonra nahar fasiləsi üçün indi yeməklər çox təmiz, gözəl bişirilmişdi və dadlı idi. Bura bugün gəldik. Çox gözəl qarşılandıq. Yəni bu elə-belə söz deyil. Yəni burada olan işçilər bizi o qədər səmimi qarşıladılar, o qədər mehriban qarşıladılar ki, yəni razıyam. Çox şükür deyirəm ki, bura gəlib çıxmışam. Mən sertifikasiya imtahanı vermişdim. Çox gərgin bir imtahandan sonra bu istirahət bizə lazım idi və çox razıyam. Bugün gəlmişik, amma hələ ki gördüklərimizdən çox razıyam. Çox da gözəl qarşılayıblar bizi. Hər şey ürəyimiz istəyən kimidir. Ərazi həqiqətən çox genişdir, böyükdür, hava sərindir və həm hovuz olsun, həm istirahət mərkəzindəki o digər atraksiyonlar olsun, həm uşaqlar, həm də böyüklər üçün əlverişli bir istirahət zonası. Ağır, yorğun işdən sonra istirahət üçün təhsil istirahət mərkəzini seçdik. Mən öz övladımla gəlmişəm bura və burada uşaqlar üçün də həqiqətən yaxşı şərait var. Hovuz təmiz, hovuzun suyu təmiz, mühafizəçilər uşaqları qoruyurlar. Biz nahar fasiləsinə çatdıq. Nahar fasiləsində müxtəlif çeşidli yeməklər, salatlar, eyni zamanda belə deyək də içkilər, sərin içkilər. Yeməkləri çox dadlı idi həqiqətən. Düşündüyümdən də artıq oldu. Yəni təhsil işçiləri üçün, yəni belə bir gözəl şərait yaratdığına görə hər birinə öz adımızdan təşəkkürümüzü bildiririk.